Ee, Əkbər Elxan deyir ki, Ema xanım, adamdan cini necə çıxartmaq olar? Cin yoktu ömrüm. Cin denilen şey yoktu. Onu değiller ki güya bunda cin var. Cin değil, o cezadır. O cezadır. Qınaqların, qeybətlərin, bədduaların, o da bir növ cezadır. Orada cin zad yoktu, boş söhbət. Yer üzərində Allah'tan başqa qüvvə yoxdur. Kulağınıza sırğı eləyin bu söz. O cezadır. İtiraf. Allah'tan bağışlanma istəmə. Bağışlanma istəyənə kimi gərək bağışlayasan. Kimin dalından danışıbsan, kimə pis baxıbsan, kimə pis deyibsən. Bu taleyin hökmü ilə barışmalısan, qəlblər sevindirməlisən. O falçılara paylamamalısan. Yetimin başına sığal çəkməlisən, acı doydurmalısan. İhtiyac duyulan anlarda dulların, yetimlərin arayına çatmalısan. Dua qazanmalısan, sonra da qəlbində itirafa getməlisən. Ya Rəbbim, harada səhv etmişəm ki, mən bu cəzanı yaşayıram, məni bağışla. Dizin gəlirəm sənə, qələt eləmişim. O səhvlərin cəzasıdır, o da var.